Əgər yeni qaydam olsa ki, bunları necə nübaza apara bilərsiniz ki, sizin əməkli müsaitə olmasın. Diqqətlə qulaq asın, zəhmət olmasa. Əgər vətəndaş öz razılığını əməkli belə görüb qoymursa, yeganə yaşayış yeridirsə, onun əməkli müsaitə edə bilməzlər. Bu barədə məhkəməyə müraciət edin. İkinci hal ondan ibarətdir ki, əgər borcun bir qismi ödəmişsə, bir qismi qalırsa, onun vəsəndinmə məhkəməyə müraciət edin. Əgər sizin əməkiniz bir neçə əməkiniz varsa, birində yaşayırsa, birinin başqa yerdədirsə, onda xəbəriniz olmadan o əməkli müsaitə oluna bilər. Bir daha qeyd edin ki, hörmətli izləyicilər, ehtiyatlı olun. Əsas məsələdən biri budur. Vaxtında reaksiya verin. O xəbərdarlıq məktubu gələn kimi pulu ödəmək istəyirsə ödəyin. Ödəmişsə məhkəməyə müraciət edin ki, belə bir halların qarşısı alınsın. Bir daha qeyd edin ki, hüquqi məsləhət almaq üçün mənim telefonumdan qeyd olunub. Əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır. Amma ayın axırına qədər kampaniya edək. Kimin gücü nəysə çataraq ödəniş edək, məsləhət ala bilər. Eyni zamanda onu qeyd edin ki, hörmətli izləyicilər, əgər vaxtınız faydalanırsınızsa, imkan daxilində kimin nə imkan satılırsa ödəniş etsin. 2 manat, 3 manat, 5 manat, kimin gücü nəyə satılırsa, kanala dəstək olun, kanal inkişaf etsin. Hörmətli izləyicilər. Amma birinci növbədə videonu bəyənib kanala abunə olun. Diqqətinizə görə sağ olun. Sağ olun.